Salamlayırıq siz, hörmətli tamaşaçılarımız. Təcili xəbərlə qarşınızdayıq. Ermənistan tərəfi yenidən təxribata əl atıb. Belə ki, mövqelərimiz atəşə tutulub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Qurumdan verilən xəbərə görə martın 16-sı saat 09:45 radələrində Ermənistan Silahlı Qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən ordumuzun mövqelərini atıcı silahlardan atəşə tutub. Bir daha xatırladaq ki, Ermənistan tərəfi yenidən təxribata əl atıb. Belə ki, mövqelərimiz atəşə tutulub. Bu barədə Müdafiə Nazirliyi məlumat yayıb. Qurumdan verilən xəbərə görə martın 16-sı saat 09:45 radələrində Ermənistan Silahlı Qüvvələrinin bölmələri Gorus rayonunun Dığ yaşayış məntəqəsi istiqamətində yerləşən mövqelərindən ordumuzun mövqelərini atıcı silahlardan atəşə tutub. Hörmətli tamaşaçılarımız, bir son dəqiqə xəbəri təqdim etdik. Diqqətiniz üçün minnətdarıq. Dəqiq və operativ xəbərləri isə Baku TV-dən izləməyə davam edin.